Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyhi Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Allah'a hamd sanalar olsun. Bir daha ömrümüzde Ebu Abdullah Hüseyin aleyhisselamın əzadarlıq məclislərində cəm olmaq, bu məclislərdə iştirak etmək icazəsi bizlərə verildi. Bu sonsuz lütf, sonsuz nimətin müqabilində insan bir ömr şükr eləsə, bir ömr təşəkkür eləsə ki, Allah bizə Əbu Abdullah Hüseyin əleyhisselamı tanıtdırdın və icazə verdin ki, o karvan, o qrup, o dəstə ki, əziz Peyğəmbərimizdən hədis demişdik, qiyamətin gününə qədər Allah dəstə-dəstə insanlar təyin eləyər ki, Əbu Abdullah Hüseyin əleyhisselamın əzadarlığında iştirak etsinlər, o həzrətə ağlasınlar, onlardan olmağa, onlara qatılmağa bizlərə də nəsib eləyib. Əziz Peyğəmbər buyurdu, qızım Fatimə, həmin dəstələrin xanımlarının əlindən sən, kişilərinin əlindən mən tutub cənnətə apararam. Nə böyük bir lütfüdür, nə böyük bir nimətdir. Əbu Abdullah Hüseyin əleyhisselamın əzadarlığında sadəcə iştirakçı olmaq. Günorta cümədə də dedik ki, əzadarlar fərqli dərəcələrə bölünürlər. Amma ən aşağı budur ki, iştirakçı olmaqla biz öz yardımımızı, biz öz xidmətimizi təqdim eləməliyik. Tabi Abdullah Hüseyin əleyhisselamın şüarları, hədəfləri, məqsədləri, məramları aradan getməsin. Çünki 1400 il bu əzadarlıqlar böyük xidmət edib o həzrətin şüarlarının yaşaması üçün. Heyhat minnəzzillə əzadarlıqların vasitəsilə gəlib günümüzə çatıb. Əbu Abdullah Hüseyin əleyhisselam zülmün müqabilində durmaq, heç vaxt zülmü qəbul etməmək, sayın az olmağına baxmayaraq, düşmənin nə qədər qüdrətli olmağına baxmayaraq, zülmün müqabilində dayanmaq məktəbini qurub, yaradıb və onu yaşadan bu əzadarlıq məclisləri olub. Bu əzadarlıqların vasitəsilə o məclislər gəlib günümüzə çatıb. Sovetlər dönəmində əgər ki, namaz da unudulmuşdu, əgər ki, oruc da unudulmuşdu, çox az bir insanlar evlərində gizli şəkildə ibadət eləyə bilirdilər, amma Əbu Abdullah Hüseyin əleyhisselamın məclisləri unudulmadı. Evlərdə keçirildi, yas məclislərində keçirildi. Bizim dünyasını dəyişən o ağsaqqallarımız ki, Allah onlara rəhmət eləsin, biz Sovet dönəmində elə onlara bir molla gözündə baxdıq. O molla düşündüyümüz insanlar çox dərin düşünən kişilər idi. Yas məclislərində əzadarlıqlar qurdular. Analarımız, nənələrimiz ya Hüseyin va Hüseyin dedilər, öz balalarını qoydular ortalıqda, ya Hüseyin va Hüseyin dedilər, İmam Hüseyin əleyhisselamın adını qoymadılar, unudulsun. Bu günləri o kişilər boynumuzda böyük bir haqq qoyublar ki, bu əzadarlıqlar, o çətinliklərlə bizlərə gətirib yaşatdılar və o ruhanilər, o məddahlar, o şairlər ki, bu yolda xidmət eləyiblər, Allah dünyasını dəyişənlərinə də qəriq rəhmət eləsin inşallah. Və dünənki məclisimizdə də xüsusi qeyd elədik ki, məclislərdə haqqı var ki, yad olunsun mərhum Hacı Şahin. Dünən də dedim ki, bu iradlar ki, əzadarlıqlara qarşı verilmişdi, çox mükəmməl şəkildə bunlara cavab vermişdi, məntiqli şəkildə bunlara cavab vermişdi.
Bir nəfərin vicdanı olsaydı, əgər haqq qəbul eləmək istəyirdisə, əgər haqqı araşdırırdısa, o cavablar kifayət idi, həmin adam öz axtardığı haqqın ədalətini tapaydı. Amma bir adam ki, cəhl eləyir, sən ona hansı dəlili gətirsən zaten qəbul etməyəcək, bu cür insanlar üçün dəlil gətirməyində heç bir faydası qalmır. Lakin biz öz boynumuza düşən vəzifələri ki, neçə gün dedik, İslamdan öncə Abdullah Hüseyn əleyhissalamın əzadarlıqlarını peyğəmbərlər xəbər vermişdi və ağlamışdılar. Həzrət İbrahim əleyhissalamdan misal çəkdik, Həzrət İsmail, Həzrət İsa, Həzrət Adəm və əziz İslam peyğəmbərimizdən. Ki bunlar hətta İslamdan öncəki peyğəmbərlərin sünnəsində yaşayan bir hadisə idi. Bugün kimsə gəlib bu əzadarlıqları kiçiltmək üçün, bu əzadarlıqların üzərinə kölgə salmaq üçün deyirlər, bu nə bilim 16-cı əsrdə kimlərinsə təsiri altında bu əzadarlıqlar bu xalqa yeridildi. Bunlar inanın ki, bu sözü deyən insanlar özü də yalan danışdıqlarını çox gözəl bilirlər. Bizim 16-cı əsrdən öncəki klassiklərimizin şeirlərinə baxsa, qəzəllərinə baxsa, özü də bilir ki, yalan danışır. Amma bizim də vəzifəmiz budur ki, o məsələləri tarixdən danışaq və Peyğəmbərimizin həyatından bu cür nümunələr çəkdik. Ümumilikdə Peyğəmbərin sünnəsidir. Əzadarlıq Peyğəmbərin sünnəsidir. Xüsusilə hicrətin 2-ci ilində bu sünnə qoyulub. Ühud müharibəsində Həzrət Həmzənin şəhadətindən sonra, hamınız eşitmişsiniz bunu. Mən bu hadisəni nəql eləyirəm, bir mənbədən nəql eləyirəm ki, bu Şiə məzhəbinin kitablarından deyil. Zəxarül Uqba, əhl-i sünnə mənbələrindəndir. Deyir, Həmzə dünyasında yaşanda Peyğəmbər o qədər ağladı, hətta qəşa. Bir həddə qədər ki, Peyğəmbər qəşş elədi. Ürəyi getdi Peyğəmbərin ağlamaqdan. Buna əhl-i sünnə mənbələri yazırlar. Ki, Peyğəmbər ağlamaqdan ürəyi getdi. Bugün kim iddia edə bilər ki, ölüyə ağlamaq olmaz? Şəhidə ağlamaq olmaz? Ya kişi ağlamaz? Kimi ifadələrlə və yaxud biraz da önə gedirlər görsən, o tərəfi gərək bir şey vurmaq istəyəndə düşmən əvvəl tərifləyir, sonra vurur. Da deyir ki, İmam Hüseyn əleyhissalam ən uca zirvəyə ucalıb, şəhadət zirvəsinə ucalıb və siz ona niyə ağlıyorsunuz? Biz ağlamağın bir neçə il bundan öncə mərhələləri barəsində danışmışdıq, neçə növ ağlamaq var. O ağlamaqlarından da biri dəyərin itirilməsinə görə ağlamaqdır. İnsan dəyəri itirəndə ağlayır. İnsan atasını itiribsə, onun üçün dəyər də ağlayır. İnsan anasını itirirsə ağlayır. Bu dəyərin itirdiyinə görə Allaha üsyan deyil ki bu. Dəyər əlindən gedib. Biz şəhidlərimizə niyə ağlayırıq? Çünki dəyərli oğullar əlimizdən getmişdi. Biz əzizlərimiz dünyasını dəyişəndə niyə ağlayırıq ki? Dəyər əldən gedəndə insan ağlayır. Allah rəhmət eləsin. Mərhum Ustad Hacı Şahinin dəfnində mən şahid oldum ki, küçələrdən keçirdik, üzü Məşədi Dadaş məscidinə gedərkən çox uzaqdan piyada gəldik. Yəni maşınların mümkün deyil idi o yaxına gəlməsi. Küçələrdən keçirdik, görürdük darvazalar açıb, qadınlar, qızlar və hətta hicabsız. Yəni bilirdin ki, dindar insanlar deyil. Yəni küçədə mən nə qədər rastlaşdım ki, dindar da deyildi, amma ağlayırdılar. Hadisəni eşitmişlər, ağlayırdılar. Səbəb, yəni dəyəri itirmişik. Dəyər itirəndə insana təsir edir. O itirdiyin dəyərə görə ağlamalısın. Əbu Abdullah Hüseyn boyda bir dəyəri itirilibsə, buna gərək aləmlər ağlasın. Mələklər buna ağlayır, bizim xəbərimiz yoxdur. Biz bunları dərk eləyə bilmirik, görə bilmirik. Əziz Peyğəmbərimiz Cəfər dünyasında yaşanda Həzrət Əli əleyhissalamın qardaşı Cəfəri təyyar. Peyğəmbər Əkrəm deyir, gəldi, onun ailəsinə təsəlli edirdi, amma özü ağlayırdı. Cəfərin ölümünə Peyğəmbər ağlayırdı. Bu Peyğəmbərin sünnəsidir. Bir də nümunə deyirəm, keçirəm mətləbə. Bir də nümunə deyim.
Bu hadisəni danışır Hərsəmə. Siffin müharibəsində Hərsəmə Həzrət Əli əleyhissalamın yanında Siffin müharibəsində iştirak edib. Lakin Hərsəmə heç vaxt Əli ibn Əbi Talibin vilayətin, imamətin qəbul eləməyib. Hərsəmə bir şəxs idi ki, Əhl-i Beyt tərəfdarlarına düşmənçiliyi yox idi. Amma xüsusi bir məhəbbəti də olmayıb. Tarixdə bu cür keçib Hərsəməni. Hətta tarixçilər Hərsəmənin barəsində yazıblar, cah-caha əqidəyə malik bir adam idi. Bu cür insanlar var da görsən, tez-tez əqidəsini sabit döl tutmaq olmur. Elə bir ömür yaşırsan, bu adamdan başa düşəmirsən ki, bu adamın əqidəsi nədir? Nəyə xidmət edir? Mümkündür namaz da qılsın, oruc da tutsun, amma əqidəsini dəqiq tamam tuta bilmirsən. Hərsəmə bu cür insan idi, əqidəsi məlum deyil idi. Deyir, biz gedirdik Siffeyndən qaydırdıq, bir yerə çatanda gördük, Əli ibn Əbi Talib düşdü atından, əyildi yerə, torpağı götürdü, ovucuna öpdü, dedi, vahən ləkə əyyətühət turab, xoş halıva sənin, ay torpaq. Bu cür tərcümə edir bunu. Xoş sənin halıva. Liyəhşurənnə minkə əqvamun yədxulunəl cənnə biğeyri hisab. Sənin üzərində bir iddə insanı şəhid eləyəcəklər ki, dünyaya onların nəziri, misli gəlməyib. Və elə bir insanlardır ki, hesabsız cənnətə daxil olacaqlar. Sənin üzərində bu cür insanlar şəhid ediləcək. Hərsəmə deyir, mən baxdım, dedim ki, Əli ibn Əbi Talib nə danışır? Öz-özümdə, içimdə biraz şübhələr məni düşündürdü. Ondan sonra gəldim evə xanımın yanına. Döyüşdən qayıtdıq, gəldim evə çatdım. Həyat yoldaşımdan bu hadisəni bölüşdüm. Deyirəm, həyat yoldaşı Hərsəmənin ancaq imamiyyə əqidəsində idi. Deyir, mən yoldaşıma danışdım, dedim, Əli ibn Əbi Talibdən belə bir şey gördüm. Yoldaşım mənə dedi ki, Hərsəmə, o şey ki, fəhmün qavraya bilmir, onu məsxərə eləmə. Deyir, mən gülürdüm, məsxərə eləyirdim ki, Ağun Əli sanki qeybdən xəbər verir. Bir şeydən danışır ki, elə baş verməyib. Deyir, yoldaşım mənə dedi ki, Hərsəmə, o şey ki, sənin ağlın, fəhmin qəbul edə bilmir, ona məsxərə eləmə. Bu elə yaxşı da sözdür ya, hər insan üçün də bu söz keçərlidir. Mümkündür bir şey sən düşünə bilmirsən, sən qəbul edə bilmirsən, sən başa düşə bilmirsən ki, İmam Hüseynə nə üçün ağlanılmalıdır, sən başa düşə bilmirsən, bunu məsxərə eləməyə haqqın yoxdur. Bu böyük bir millətin, xalqın inancıdır, böyük ümmətin, böyük bir hissəsinin inancıdır, dəyəridir. Yoxsa qəbul eləmə. Və biz dəfələrlə bu mövzuya demişik ki, çox təəssüf hissləndirəm ki, bu şeyləri qınayan insanların müəyyən hissəsi ağlı kəsmir, elə düşüblər, təsirdə, onlar da davam edir. Amma bir hissəsi var ki, onlar sanki İslamla bir qərəzləri var, bir düşmənçilikləri var. İslamı ayinləri məsxərə eləyənlər başqa dinlərdə olan, zahirən adam baxanda adama belə deyək də, qəbul eləyə bilmədiyi, bizim dindən çatmadığı məsələlər var ki, onları gəlib bir dəfə də olsun qınıyıb məsxərə eləmirlər. Onu göstərir ki, məqsəd yönlü bir məsələdir. Hərsəmə deyir ki, bu Siffeyndə hicrətin 38-ci ilində baş verib, gəlib yetişib hicrətin 61-ci ili, 23 il keçib üzərindən Kərbəla vaqiəsi baş verib. Mən də Ömər Sədin qoşunundayam. Baxın, bir gün Əli əleyhissalamın qoşununda olan, bir gün Ömər Sədin qoşununda ola bilir. Elə Ömər Səd özü də bir gün Həzrət Əli əleyhissalamın qoşununda idi. Bir gün gəldi, ona görə dualarımızda aqibət bir xeyir olmağa mütləq dua eləyək. İnsan görürsən, bugün İmam Hüseyin əzadarlığındasın, Allah göstərməsin bir gün bu əzadarlığına mübarizə edən olarsan. Ki, biz elə öz həyatımızda da bu cür insanlar gördük. Bu cür insanlar oldular. İnsan müğayət olmalıdır öz əqidəsindən.
Deyir, mən Ömər Sədin qoşununda idim. Birdən bu hadisə yadıma düşdü. İmam Hüseyni mühasirəyə alıblar. Bilirəm, dayı, əmr verilib, indi harda olsa şəhid eləyərlər İmam Hüseyni. Yadıma düşdü bu hadisə. Mən çıxdım, getdim İmam Hüseyn əleyhissalamın yanına. Gəldim, salam verdim. Dedim ki, ya Əbdüllah, icazə versənə bir qissə danışım, bir hadisə danışım. İmam Hüseyn əleyhissalam dedi, hərsəmə danış. Deyir, 23 il bundan öncə Siffin müharibəsindən qayıdarkən, bu Kərbəla torpağından keçəndə Aton Əli ibn Əbi Talib bir söz dedi. Dedi, bu torpağın üstündə elə bir insanlar şəhid ediləcək ki, onların misli, tayı, bərabəri dünyaya gəlməyib və onlar hesabsız cənnətə daxil olacaqlar. İmam Hüseyn əleyhissalam dedi ki, hərsəmə, indi ki bu hadisəni sən mənə danışırsan, yaxşı, mövqeyin nədir? Şey danışmaq asan deyə, səhvi bəlli eləcəkən. İndi ki başa düşürsən, bilirsən ki, 23 il bundan öncə Əli ibn Əbi Talib bu sözü deyibsə, demək ki, bu insanın qeyblə əlaqəsi var. Hələ də ayılıb başa düşmədin ki, haqq kimin tərəfindədir. Hələ də sən qərar verə bilmirsən. Hərsəmət ki, ya Əbu Abdullah, Kufədə mənim ailə uşağım var, məni üzürlü bil, mən sənə qoşuna bilmərəm. Gəldi, düz mənzilin qabağından, düz o nicat tapa biləcəyi məqamda qərarını yanlış verdi. Və hərsəmə əbədi bədbəxt oldu. Tarixdə adı qaldı İmam Hüseyn əleyhissalamın qatillərinin siyasında. Halbuki bir anda qərar verə bilərdi, bir anda olardı Kərbəla şəhidlərindən biri. Bugün sən onu oturub göz yaşı tökərdin, əksinə bu günlər sən oturub ona lənət deyirsən. Gör, insan qərarı nə qədər mühümdür. Yerində qərar vermək, anında doğru qərar vermək insanın bütün həyatını dəyişə bilir. İmam Hüseyn əleyhissalamın bir neçə saatda baş vermiş Kərbəla hadisəsi nə zamana, nə məkana sığan bir hadisə deyil. Belə düşünməyək ki, 3-4 saat baş verib bu hadisə, bu qədər danışılır bunun barəsində. İllərdir Əbu Abdullah Hüseyn əleyhissalamın Kərbəladakı dərsləri mövzusunda insan hər dəfə mütaliə edir və hər dəfə baxır və hər dəfə yeni dərslər oradan icad edir. Bu necə olur? Əzizlərim, çünki İmam Hüseyn əleyhissalam Qur'anı Kərbəlada yaşatdı. Qur'anın ecazı nədir? Qur'anın ecazı budur. Bir dənə ayəyə 1000 alim baxır, 1000 təfsir verir. Bu günə qədər Qur'ana nə qədər təfsirlər yazılıb? Minlər cild Qur'ana təfsir yazılıb, heç biri də yanlış söz yazmayıb. Hamısı da haqq söz yazıb. Sadəcə baxış bucaqları fərqlidir. Hərə baxıb o Quran ayəsindən bir şey istixrac edib. Bir təzə mətləb tapıb çıxardıb ortaya. Bu da o alimin qüdrətidir. Kərbəla da Quran kimi bir məsələdir. Hər səhifələnəndə yeni dərslər çıxır ortaya. Baxırsan ki, Əbu Abdullah nə iş görür? Və xüsusi mən bunu qeyd edeyim. Əbu Abdullah Hüseyn əleyhissalam bilirdi Kərbəlaya gələcək, şəhid olacaq, bəli bilirdi. Bu məsələdə ki, bizim şəkkimiz yoxdur ki, Əbu Abdullah Hüseyn əleyhissalam məsələni bilirdi. Mədinədən çıxmamış bu sözü deyirdi ki, bu Allahın vədəsidir, mən Kərbəlada şəhid olacağam. Ona qədər Peyğəmbər dəfələrlə bu məsələni demişdi. Ona qədər, nə qədər Həzrət Əli əleyhissalamdan bu kəlamlar deyilmişdi. Lakin, əzizlərim, biz belə başa düşməyək ki, İmam Hüseyn əleyhissalam icbari şəkildə Kərbəlaya gəldi. Bilirdi məsələni İmam Hüseyn əleyhissalam belə olacaq, bəli. Gəlməyə də bilərdi, bəli. İmam Hüseyn əleyhissalam ixtiyar sahibi bir insan idi. Lakin şücaətli və düşüncəli bir insan idi. Özü şəxsi qərarı ilə Kərbəlaya gəldi. Belə zənn eləməyək ki, Allah onun üçün belə bir talih yazmışdı. Belə bir məsələ yoxdur. İmam Hüseyn əleyhissalamın öz qərarı idi Kərbəlaya gəlmək. Gəlməyə də bilərdi. Necə ki, gəlməyənlər oldu. Allah əzəli elmi ilə bilirdi bu hadisə baş verəcək, bəli. İmam bilirdi bu hadisə baş verəcək, bəli. Lakin İmam öz ixtiyarı ilə Kərbəlaya gəlmişdi.
öz şücaəti ilə Kərbəlaya gəlmişdi, öz qərarı ilə Kərbəlaya gəlmişdi və kör-köranə Kərbəlada heç bir şey olmadı. İmam Hüseyn əleyhissalam imamətindən, şücaətindən üstə gəl, bir də üstünlüyü var idi. İmam Hüseyn əleyhissalam çox ağıllı və tədbirli bir insan idi. İmam Hüseyn əleyhissalam Kərbəlanın bütün incəlikləri ilə hesab kitab edir. Necə edə bilərəm ki, Yezidin həqiqi simasını ümmətin içərisində açım ortaya qoyum? Bunların hamısını İmam Hüseyn əleyhissalam ən xırda detalına qədər, nöqtəsinə qədər hesablamışdı. Yəni Kərbəla bir ağıl üzərində cızılmış bir xəritə idi. Sadəcə fədakarlıqla kifayətlənməmişdi İmam Hüseyn əleyhissalam. Fədakarlıq İslamda kifayət etmir. Təvvabin hərəkatı fədakarlığın nümunəsidir. Təvvabin canından keçdilər, amma ağılsız, tədbirsiz candan keçdilər. Ki, heç bir faydası da olmadı. Candan keçmək mühüm məsələ deyil, candan ağılla keçmək mühüm məsələdir. İslamda pul xərcləmək mühüm məsələ deyil, İslamda pulu lazım olan yerlərdə xərcləmək mühüm məsələdir. Namazda, orucda, zəkatda, həcdə bunlar hamısı yerindədir, amma ağılla, tədbirlə olanda, tədbirsiz olanda bunların dəyəri olmur. Və İmam Hüseyn əleyhissalam bütün bu işlərini tədbir üzərində qoymuşdur. İmam Sadiq əleyhissalam buyurur: "Kullena safinetun neca Amma safinetul Hüseyn avsa və asra." Biz hamımız nicat gəmisiyik, bütün imamlar. Lakin Əbu Abdullah Hüseyn əleyhissalamın gəmisi çox geniş və çox sürətlidir. Həm tez mətləbə çatdırır və həm çox adam götürə bilir. Namaz qılmayan daha şurada məscidlərə cəm olur. İmam Hüseyn əleyhissalam əza saxlayır. İmam Hüseyn əleyhissalamın gəmisi bu cürdür. Ümumilikdə əzizlərim, mən bir söz deyim. Allah bütün işlərini İmam Hüseyn əleyhissalamın üzərində qurub. Peyğəmbərimizdən sonra baş verən hadisələr hamısı cərəyan edir Əbu Abdullah Hüseyn əleyhissalamın üzərində. İmam Hadi əleyhissalam xəstələnmişdi. Bir nəfər deyir, getmişdim ağanın ziyarətinə. Ağa deyir, gördüm yanındakı bir nəfərə çıxartdım, müəyyən məbləğ pul verdi, dedi get Kərbəlaya, Cəddim Hüseynin hərəmində, günbəzinin altında məni üçün dua ilə, Allah mənə şəfa versin. Mən təəccüb elədim, dedim ki, ağa, sən də imamsan, Əbu Abdullah Hüseyn əleyhissalam da imamdır, sən niyə özün üçün dua eləmirsən? Dedi ki, çünki Allah məsələsi İmam Hüseynləndir. Allah vədə verib, Cəddim Hüseynin günbəzinin altında heç bir duanı geri qaytarmayacaq. Nə iş görüb İmam Hüseyn? İmam Hüseyn əleyhissalam şəhid olub. İmam Hüseyn əleyhissalamın qanı bilirsiniz nə qədər dəyərlidir. Qanı bir dənə torpağın üzərinə düşüb. Ondan sonra 9 imam səcdəsini o torpağın üzərinə eləyir. İmam Zeynül Abidin əleyhissalam ilk şəxsdir ki, İmam Hüseyn əleyhissalamın torpağın qəbrindən türbət götürüb ona səcdə eləyib. Ondan sonra bütün imamlar. İmam-ı Zaman bugün namaz qılanda Kərbəla türbətinə səcdə eləyir. İmam Zaman ağa özü Kərbəla torpağı qoyur, ona səcdə eləyir. Dəlilimiz var mı? Məsumlar heç bir işi bizə tapşırmadılar, əvvəl özləri o işi yerinə yetirməyənə qədər. Əgər İmam Sadiq əleyhissalam, sair imamlar bizə deyir ki, Kərbəla torpağına səcdə edin, buna görədir ki, özləri bu işi birinci icra ediblər. Niyə Kərbəla torpağı? Səbəb nədir Kərbəla torpağına səcdədə? Böyük ariflərdən biri namaza başlamamışdan öncə böyük mərcəyi təqlid idi. Niyyətdən öncə deyirdi, Əssalamu aleykə Əbu Abdullah. Sonra niyyət edirdi. Soruşdular ki, sən mərcəyi təqlid et. Sənə qıraqdan baxırlar. Bugün biz elə bir tələbi görsən, bir məsələ olanda, o birisilər görsən də onu bir başqa cür qələmə verməyə çalışır. Dedi, sən mərcəyi təqlidsən, bu nədir? Sən əvvəl salam verib, son niyyət edirsən. Dedi, çünki bu namaz ki, mən qılıram, bu namazı qılmağımız üçün biz Əbu Abdullah Hüseyn əleyhissalama borcluyuq.
Bu namazda xatırlamalıyıq ki, ağa, sən olmasaydın bu namaz qalmayacaqdı. Bu namaz bu gün qalıb, bu namaz bu gün yaşayırsa sənin qanuvun bərəkətindəndir. Yaxşı, bəs İmam Hüseyin əleyhissalamın Kərbəlaya gəlmə səbəblərinin barəsində danışırdıq ki, bunu da ən yaxşısı imamın öz dilindən eşitməliyik. Müslim ibn Əqil, hamınız eşitmişsiniz. Müslim ibn Əqil, İmam Hüseyin əleyhissalamın səfiri, nümayəndəsi idi, özündən öncə Kufəyə göndərmişdi. İmam Hüseyin əleyhissalam eyni zamanda bir dənə də vəkili var idi, onu da Bəsrəyə göndərmişdi. Təəssüf ki, tarixdə onun adını az eşidirsiniz. Tarixdə onun barəsində az danışılır. Necə Həzrət Müslim gəlmişdi səfir kimi, eyni zamanda da Əbarəzi İmam Hüseyin əleyhissalam tərəfindən təyin olunmuşdu, Bəsrəyə göndərilmişdi. Əbarəzin bir mömin mütədəyyin insan idi. O dövrdə belə bir şey yox idi da, status yazıydın, ya nə bilim qəzetdə, jurnalda yazılıydı, ya bir qərar verilib, televiziyada elan olunaydı, cəmaət da insanlar da eşidəydi, biləydi, bu cür deyil idi. O dövrdə qəbilələr var idi və qəbilə başçıları var idi. Xəbəri göndərərdilər qəbilə başçılarına. Əgər qəbilənin başçısı bir məsələni qəbul elədisə, bütün qəbilə ona ləbbeyk deyirdi. Da o qəbilənin özünün seçim ixtiyarı olmurdu. Qəbilə başçısı nədirsə, məsələ ondan bitir. İmam Hüseyin əleyhissalam Bəsrədə 5 dənə böyük qəbilənin başçısına məktub göndərib, Əbarəzinin vasitəsilə. Rüəsai Əxmas deyirdilər. Əxmas xəmsə, beşlik. Beşlik rəislər. Bəsrəni onlar idarə edirdi. Əbarəzin gəldi, onlardan birini tapdı. Adı tarixdə keçir. Munzər ibn Carud. Dedi, Əbu Abdullah Hüseyin əleyhissalam məktub göndəribsin. Munzər ibn Carud aldı məktubu, oxudu. Tutdu Əbarəzinin əlindən, apardı, təhvil verdi İbn Ziyada. İbn Ziyad Kufəyə, xatırlayırsınız, sonradan gəldi. Filmdə də var. Əvvəl Bəsrədə vali idi o. Yezidin Bəsrə üzrə valisi idi. Bəsrədə hələ İbn Ziyad idi. Carud apardı, təhvil verdi Əbarəzini. İbn Ziyada dedi, bu İmam Hüseyndən məktub gətirib bizə. Da elə bil, quzunu aparıb hazır vermişsən, qurdun ağzına da. Aldı məktubu, oxudu İbn Ziyad, ondan sonra fərman verdi. Əbarəzini edam elədilər, şəhid elədilər. Eyni Müslim ibn Əqilin şəhadəti ilə. Necə Müslimi şəhid eləmişlər, eyni o cür onu şəhid elədilər. Başını kəsdilər, atdılar damdan və 3 gün qumların küçələrində qaldı. Dəfn olunmadı. 3 gün qaldı, 3 gündən sonra dəfn olundu. Kərbəlanın ilk şəhidləridir. Əbarəzin və Müslim ibn Əqil. Hani ibn Ürvə. Bunlar Kərbəla şəhidləridir, əzizlərim. Baxmayın ki, Kərbəladan nə qədər öncə şəhid olmuşlar, amma Kərbəlanın şəhidləridir bunlar. Əgər o rəislər qərar versəydi, Bəsrə İmam Hüseynin dalıca gələcəkdi. Düzdür, tarix yazıb ki, onlardan 2-3 dənəsi sonradan qərar verdilər ki, getsinlər İmam Hüseyin əleyhissalamı çatsınlar, amma gecikdilər. Gəlib Kərbalaya çatınca günəş qürub etmişdi. İkinci məclisdə yadınızdadır, bir şəhidin kəlamını dedim mən. Dedi ki, İmam-ı zamana çatmaq istəyənlər gərək sürət əhli olsunlar. Çünki Əbu Abdullah Hüseyin əleyhissalam müəttəl olub, heç kimi gözləmədi. Kim imam zamana çatmaq istəyir, gərək sürət əhli olsun. Tənbəl mümin imam zamana çata bilməyəcək. Tənbəl müminin imam-ı zamanın sürətinə çatması mümkün deyil.
Sən əgər sürətlə hərəkət edən birinə çatmaq istəyirsənsə, sənin sürətin yetərli olmalıdır. Necə İmam Hüseynə gecikənlər çata bilmədi, çox peşman oldular, İmam Zamana da çata bilməyəcəyik, əgər tənbəl mömin olsaq. Sözü qısaldıram. Bəs Əbu Abdullah Hüseyn əleyhissalamın məktubunda nə yazılmışdır? Çox qısa bir məktubdur. İmam Hüseyn əleyhissalam yazmışdır. Ələ və innə sünnə qəd umiyyət. Bilin və agah olun, Peyğəmbərin sünnəti artıq ölüb. Ölmək üzrə demir ha? Qəd umiyyət. Artıq öldü. Peyğəmbərin sünnəti artıq öldü. Xəbəriniz olsun ki, Peyğəmbərin gətirdiyi sünnət, Peyğəmbərin gətirdiyi şəriət, Peyğəmbərin 23 il zəhmət çəkib, qanını tökdüyü, başının yarıldığı, dişinin sındığı, əziyyətlərə düçar olduğu, nəticədə gətirdiyi şəriət Əməvilərin əli ilə öldü. Da bu şəriətdən əsər əlamət qalmayıb. Peyğəmbərin gətirdiyi sünnət nə idi? Peyğəmbərimizin gətirdiyi sünnət. Mən kuntu mövla fəaliyyum mövla. Mən kimin ağasıyam, əli onun ağası. Mövlasıdır. Qul la əsəlukum aleyhi əcrən. İlləl məvəddətə fil qurba. Peyğəmbərin sünnəti buydu, mənim əhl-i beytimi sevin. Dəyişiblər, ziddi məhəbbət olub, kin-küdurətə çevrilib. Peyğəmbərin sünnətini çeviriblər kinə-küdurətə. Peyğəmbər deyirdi, Əli Mövladır. Peyğəmbər deyirdi, Əlini sevmək lazımdır. Əməvilər deyirdilər, cümə namazında Əliyə lənət. Sünnət gör necə dəyişib. İndi din ölüb ölməyib. Peyğəmbərin sünnəti ölüb ölməyib. Peyğəmbərin sünnətindən əsər qalmayıb ki. Peyğəmbər gətirib vilayət, bunlar gətirib səltənət. Peyğəmbər gətirib imamət, bunlar gətirib atadan oğula səltənət. Vilayət aradan gedib. Ələ və innə sünnətə qəd umiyyət və innəl bidətə qəd uhiyyət və bunun müqabilində bidətlər ortaya çıxıb. Cürbəcür bidətlər. Əzanda bidət, namazda bidət, seçimdə bidət, səqifədə bidət. Nə qədər bidətdir söz? Bidətlər gəlib çıxıb ortaya. Peyğəmbərin gətirdiyi şəriətdən əsər əlamət qalmayıb. Və İmam Hüseyn əleyhissalam qalxıb ki, bu din can verir. Bu dinə nəfəs vermək lazımdır. Ya Abdullah, bizi xəbərdar elədin, yaxşı bildik, qəd umiyyət, din öldü. Bəs nə edək? Yolunu deyir. Tutay o əmri, əhdikum səbilər rəşada. Mən siz üçün yol göstərəcəm. Əgər istəyirsiniz ki, bu hadisədən üzü ağ çıxasınız, gərəkdir ki, mənim sözümə qulaq asın. Mənim ardımca gələsiniz. Yolunuz budur. Əgər mənim ardımca gəlsiniz, mən bu dinə nicat verəcəyəm. Mən bu dini dirildəcəyəm. Mən sünnətləri dirildib, bidətləri aradan aparacağım. İmam Hüseyn əleyhissalamın sünnəti nədir? İmam Hüseyn əleyhissalamın sünnəti namazın qorunmasıdır, əzizlərim. Namaza əhəmiyyətsiz yanaşan mümin Əbu Abdullah Hüseyn əleyhissalama kömək etmədi. Şəriətin vacib hökmlərinə əməl etməyən mömin Əbu Abdullah Hüseyn əleyhissalama kömək etmədi. İmam Hüseyn əleyhissalamın mərhəmət, məhəbbət, birlik gətirdiyi sünnətlər əgər əməl eləmiriksə, biz İmam Hüseyn əleyhissalamın qanına xəyanət edirik. İmam Hüseyn əleyhissalam nələri bizə öyrətmişdi? Bugün İslam ümməti hansı vəziyyətdədir? Bunlar əlbəttə danışılmalı məsələlərdir ki, Allah nəsib eləyər. Gələn günlərdə bunların barəsində inşallah danışarıq. Neçə kəlmədə inşallah zikri müsibət eləyərik, əzizlər, əzadarlıq olar, rozu olar, mərsiyə deyilər. Rəsmidir. Aşuradan öncəki cümə həsr olunur İmam Hüseyn əleyhissalamın 6 aylıq balası Əli Əsğərə. Bu hər yerdə rəsmidir. Əli Əsğər ağa bir şəxsiyyətdir.
İmam Hüseyin əleyhissalamın o günü ürəyini yandıran bir məsələdir. Şair yaxşı nəzmət çəkib. Mən Hüseynəm, dinə xatir güllərimdən keçmişəm. Şibhi Peyğəmbər əzizim, əkbərimdən keçmişəm. Nocavan Qasım kimi öz dilbərimdən keçmişəm. Mən Əbəlfəzlim kimi sərləşkərimdən keçmişəm. Bir fəqət məhşər günü əsxar qanından keçmərəm. İmam Hüseyin əleyhissalam deyir, bütün qanlardan mən keçərəm, amma Əli Əsqərin qanından mən keçməyəcəm. Məhşərin günündə Allahdan tələb eləyəcəm Əli Əsqərin qanını.